Herkese salam. Bugün sizlərə Watsons bağlamasını göstərmək istəyirəm. Gördüyünüz kimi böyük bir bağlamadır. İçərisində çox gözəl, hər kəsin sevdiyi məhsullar var. Gəlin məhsullarımızla tanış olaq. Səhifəyə yeni qatılanlar varsa bildirmək istəyirəm ki, mənim səhifəmdə yalnız orijinal məhsullar təqdim olunur. Koreya istehsalı, Amerika istehsalı və Türkiyə istehsalı məhsullar. Hər biri orijinaldır. Gəlin məhsullarımıza baxaq. Burada məhsulların invoicelarını görürsünüz. Hər biri rəsmi səhifədən sifariş olunub gördüyünüz kimi. Burada sizə bir məhsullar göstərəcəm. İlk öncə göstərmək istədiyim məhsul bu, hər kəsin çox sevib, təriflədiyi Revox şampunudur. Mən özüm də əldə etdim. Tərkibində biotin və kollagen var. Biotin ümumiyyətlə saçı dibdən uzadır və tökülməyinin qarşısını alır. Kollagen isə saça güclülük verir, güclü göstərir saçı. Burada at yağı ekstraktı da var şampunun tərkibində. Ümumiyyətlə vitaminlərlə zəngindir. Gəlin onun görünüşünə baxaq. Yəqin ki, bu məhsulu görmüşsünüz siz artıq. Baxın, belə bir məhsuldur. Belə bir şampundur. İstifadə edib sizə rəyləri bildirəcəm. Amma sırf istifadə etmək istəyənlər varsa da səhifəyə yaza bilər. At quyruğu bitki özlü şampuandır. Bilirsiniz ki, ümumiyyətlə at quyruğu tərkibli şampunlar saça çox xeyirli olur və uzadır. Mən öz rəyimi sizinlə paylaşacağım. Digər məhsullara sizə göstərim. Burada xanımlar, hər kəsin çox sevdiyi, yəni bir qutu dolusu belə gözəl bir təkli maskalar var. Sizə təkli maskaları göstərmək istəyirəm. Baxın, belə kollagen tərkiblidir bu. Üzə belə işıltı verir, gözəllik, dolğunluq verəcək. Ümumiyyətlə siz həftədə bir dəfə belə bir maska istifadə eləsəz, üzünüz hər zaman gümrah və gözəl görsənəcək. Gördüyünüz kimi bu belə bir maskadır. Sonra sevilən, stoklarda tapılmayan belə bir maska sizə göstərəcəm. Pure Aura hologram maska. Bu üzə ışıltı verir, gözəllik verir, üzü lifting effekti verir, üzü gözəl təmizləyir. Ümumiyyətlə bu təkli maskaların etdikdən sonra həmin effekt bir həftəyə qədər qalır. Ondan sonra sizə belə bir maska göstərəcəm. Bu qara mirvari tərkiblidir. Çox gözəl maskadır. Bu da üzü gözəl lifting eləyir, üzü qidalandırır, nəmləndirir. Gözəl bir məhsuldur. Və ağardıcı, sevilən bir maska sizə göstərmək istəyirəm. Bu Animal Panda Whitening maskdır. Bu üzü ağardır. Eyni ilə maskanı taxdığınız zaman belə bir ifadə olur və üzünüzü çox gözəl ağardacaq, ləkələrdən təmizləyəcək maskadır. Gördüyünüz kimi az bir saydadır bu maskalar, çox az saydadır. Əldə etməyə tələsin. Sonra sizə belə bir məhsul göstərmək istəyirəm. Çox gözəldir. Burada günlük pedlər var, 14 dənəlidir və burada çox gözəl Lovely firmasından bir ədəd tuşdur. Siz bunu özünüzə də alıb istifadə edə bilərsiniz, hədiyyə də verə bilərsiniz. Limitli saydadır. Çox az sayda sifariş olunub. Gördüyünüz kimi 2 ədəddir. Biraz sizə göstərim. Başqa məhsullardan sizə göstərmək istədiyim 8 Martda gəlir. Çox gözəl setlər mən sizə göstərəcəm. Baxın, belə bir setdir bu. Burada Le Sensational maskaradır. Hər kəsin çox sevdiyi maskara və onun kiçik boyudur burada. Gördüyünüz kimi belə bir setdir. Rəfiqənizlə alıb bölə bilərsiniz, mamanızla alıb bölə bilərsiniz ya da ki, kiməsə hədiyyə verə bilərsiniz belə gözəl setləri. Fırça eyni ilə belədir. Gördüyünüz kimi bu fırça ilə eynidir. Kiçik və böyük ölçüsü olaraq göstərilir. Məncə ideal bir seçimdir. Digər bir ədəd də belə bir setimiz var. Bu isə Rocket maskara. Bu da Maybelline-dəndir. Kiprikləri çox gözəl uzadan bir maskaradır. Və burada böyük həcmdə Garnier'in misillarkasıdır. Hansı ki, gözümüz, hər bir xanımın gözü həssasdır. Biz onu, yəni gözümüzü təmizləyərkən elə təmizləməliyik ki, onu zədələməyək. Ona görə də belə bir misillarka ilə təmizləsək, gözümüzü çox gözəl effekt əldə etmiş olacaq. Bu da çox gözəl, həm özünüz alıb istifadə edə bilərsiniz, həm də ki, hədiyyə verə bilərsiniz. Xanımlar, tuşları göstərmişkən sizə təkli tuşları da göstərəcəm. Bu tuşları da məncə siz ilk dəfədir görürsünüz. Çox gözəl tuşlardır. Eyni ilə Amerika istehsalında necə ki, korobkada tuşlar gəlir, eyni ilə elədir. Gözəl volüm verən maskaralardır. Siz əgər sırf uzatma effekti istəyirsinizsə, bu yaşıl olanı götürə bilərsiniz.
burma, uzunluq, həcm istəyirsinizsə Srenov olanı götürə bilərsiniz. Gözəl tuşlardır və qeyd edim ki, qiymətləri də olduqca münasibdir. Lakalaj brendindəndir və qara rəngdədir. Hər biri olduqca qaradır rəngləri. Sonra sizə belə bir tuş göstərəcəm. Bu Elf brendindəndir. Elf brendini yəqin ki, hamınız tanıyırsınız. Burada qoruma bandı var. Deməli, tuşun kistişkası eyni ilə belədir, maraqlıdır. Hansı ki, uç hissəsi belə tükcüklü olduğu üçün sizin dib hissədə olan kiçik kipriklərinizi belə gözəl buracaq və uzadacaqdır. Ona görə bu tuşu çox məsləhət görərdim. Üçü birində maskaradır bu. Həm də ki, primer əvəzidir, yəni kiprikləri olduqca uzadacaq, qəşəng effekt verəcək və olduqca qara rəngdədir, Very Black yazılıb. Hər kəsin səbirsizliklə gözlədiyi gözəl bir maskara sizə göstərmək istəyirəm. Kerimcan Durmaz Darkness maskara. Bu çıxdığı vaxtdan bəri çox gözəl geri dönüşlər əldə etmişdir. İlk olaraq, yəni mən öz səhifəmdə bunu sizə təqdim edirəm. Qiyməti də münasibdir. Bir ədəddir. İlk kim yazsa onun olacaq. Çox gözəl bir maskaradır. Maskaralar bitdiyinə görə mən sizə artıq üz baxımını göstərmək istəyirəm. Bilirsiniz ki, xanımlar, artıq pandemiya şəraitinə görə makiyajı nə qədər sevsək də üz qulluğuna da başladıq. Məncə bu çox yaxşı oldu. Çünki nə qədər gözəl makiyaj ediriksə edək, əgər üz təmiz deyilsə, makiyaj üzümüzdə gözəl görsənməyəcəkdir. O zaman bu bəndi çox yaxşı dinləyin. Sizə göstərmək istədiyim məhsul budur. Neutrogenadan sırf quru və normal dərilisinizsə, Hydra Boost seriyasından bu təmizləyici geli ala bilərsiniz. Hər kəs öz üzünə görə məhsullar istifadə etdiyi zaman çox əla nəticələr alacaq. Deməli, üzümüzü bu gel ilə ilk öncə təmizləyirik. Üzümüz tərtəmiz olduqdan sonra, baxın, eyni seriyadan sizə göstərəcəm. Üzümüz tərtəmiz olduqdan sonra üzümüzə belə çox effektli, gözəl, nəmləndirici krem istifadə edirik. Bu da normal və quru dərilər üçündür. Hydra Boost'u tərkibi hialuronik asitlə zəngindir. Üzü çox gözəl nəmləndirəcək. Gel teksturalıdır. Çünki quru dərilər gel teksturalı məhsullar istifadə etdikləri zaman üzlərə qabıq verməyəcək və çox gözəl effekt əldə edəcəklər. Gördüyünüz kimi bu məhsullar ikisi də eyni seriyadandır. Ona görə əldə etməyə tələsin. Sonra sizə belə bir məhsul göstərəcəm. Mən özüm bundan çox istifadə etmişəm və olduqca da razı qalmışam. Mənim üz baxımı videom var. Yəni orada da görə bilərsiniz. Çox gözəl məhsuldur. Bu məhsulun tərkibində glikolik asid var. Hansı ki, bu da dəri rənginizi açacaq. Ümumiyyətlə, mənim ən sevdiyim peelinglərdən biridir. Çünki üzü həqiqətən çox gözəl təmizləyir. Və üzünüzü təmizlədikdən sonra o hissi siz hiss edə bilirsiniz ki, necə gözəl üzünüz təmizlənib. Artıq çox təmizdir. Çox gözəl hiss edirsiniz. Yəni, işıltılı bir cilt üçün təmizləyir və üzü çox yaxşı qara nöqtələrdən arındırır. Məncə, əgər quru dərilisinizsə, eyni seriyanı istifadə edə bilərsiniz. Digər göstərmək istədiyim bir çox xanımların yaralı yeri olan belə bir məhsullardır. Hansı ki, sizin əgər üzünüz səpkilidirsə ya da ki, səpkiyə meyillidirsə, siz mütləqdir ki, sivilcə qarşıtı məhsullardan istifadə etməlisiniz. Yəni, bu zaman bu sizin üzünüzdə yağlılıq yaratmayacaq və sivilcə çıxmayacaqdır. Gördüyünüz kimi, yağsız məhsuldur. Əgər üzünüz sivilcəli və sivilcəyə meyillidirsə, üzünüzü bu məhsulla yuyursunuz. Daha sonra belə bir krem var burada. Kremi sizə açıb göstərmək istəyirəm. Baxın. Bu da sivilcə qarşıtı yağsız bir nəmləndiricidir. Tərkibində yağ yoxdur. Bilirsiniz ki, əgər yağlı dərilər, sivilcəli dərilər, yağlı məhsullar istifadə etdikləri zaman bu onların üzlərində əks reaksiya verir və üzləri yenidən səpməyə başlayır. Ona görə də çalışın ki, yağsız məhsullardan istifadə edəsiniz. Digər göstərmək istədiyim məhsul isə həmin seriyadan olan belə bir peelingdir. Onu sizə göstərmək istəyirəm. Baxın. Bu da sivilcə qarşıtı peelingdir. Çünki sivilcəli və yağlı üzlər olduqca həssas olur. Sizin üzünüzdə olmayan bir məhsulu üzünüzə çəkdiyiniz zaman bu əks reaksiya verə bilər və sivilcələri daha da oyada bilər. Ona görə də siz bu məhsuldan istifadə edin ki, yəni sivilcələri yenidən oyatmayın. Bu da üzü təmizləmək üçün olan peeling jeldir. Baxın belə, sivilcəli dərilər bu seriyanı istifadə edə bilər. Üçlü şəkildə əldə var hal-hazırda. Daha sonra sizə göstərmək istəyirəm yağlı dərilər üçün olan məhsulları. Sizin əgər üzünüz aşırı yağlanırsa, siz bu məhsulu istifadə edə bilərsiniz. Bu parlama qarşıtı olan Neutrogenadan
belə limon tərkibli üz yuma gelidir. İçində görürsünüz ki, belə qabartılar var. Bunlar üzü çox yaxşı təmizləyəcək. Yəni üzünüz yağlanmayacaq. Yəni yağlanmadığına görə də səpməyəcək. Sırf yağlı dərilisinizsə, təmizdir dəriniz, amma yağlıdırsa, mütləqdir ki, bu seriyanı istifadə edəsiniz. Eyni ilə onun peeling jeli var. Təəssüflər olsun ki, nəmləndirici kremi yoxdur, amma yenə də siz yağlı dərilisinizsə, yaxşı bir nəmləndirici istifadə edə bilərsiniz. Baxın, eyni seriyadan olan belə bir peelingdir. Eyni ilə üz yuma gelinin etdiyi bütün prosedurları o da edir. Üzünüzü gözəl təmizləyəcək və yağlılıqdan, qara nöqtələrdən arındıracaq. Qeyd edim, yağlı dərilisinizsə bu məhsulu götürə bilərsiniz. Sonra göstərmək istədiyim məhsullardan biri isə belə bir məhsuldur. Gəlin ona da baxaq. Bu məhsullar belə qablaşdırılır ki, yolda gələn zaman axmasınlar. Bu sarkök tərkibli, ümumiyyətlə keçən dəfə gəlməyi ilə bitməyi bir olan bir üz yuma gelidir. Sarkök tərkiblidir. Hansı ki, siz makyaj edirsiniz, bu makyajı belə üzdən çox gözəl təmizləyəcək. Çünki misillərini geldi, üzünüzü gözəl təmizləyəcək. Sivilcələməyə meyilli üzünüz varsa, səpkiyə meyilli dəridirsə, yəni o dəri üçün də uyğundur. Çox gözəl bir məhsuldur gördüyünüz kimi və eyni ilə bu məhsulun kremi də mövcuddur. Gəlin baxaq. Belə sarkök tərkiblidir həmin kremdə və yağsızdır. Gəlin onu da sizə göstərim. Baxın. Belə. Siz də əgər istəyirsiniz ki, üzünüz qidalansın, yəni tez-tez makyaj edən insansınızsa, yəni istəyirsiniz ki, bir məhsulu həmin makyaj çıxsın, o zaman bu seriyanı götürə bilərsiniz. Son olaraq bir məhsulumuz qaldı, onu da sizə göstərmək istəyirəm. Bu isə solğun, ləkəli dərilər üçün məsləhət görə bilərəm. Hansı ki, sizin üzünüz ləkəlidirsə və solğundursa, bu məhsulu istifadə edə bilərsiniz. Baxaq buna. Bu da canlandırıcı üz yuma gelidir. Tərkibində greyfurt var. Ləkəli və ləkələnməyə meyilli dərilər üçündür ki, onları çox gözəl göstərəcək. Ümumiyyətlə, bütün dərlərin ən birinci etapı olmalıdır ki, üz qulluğunda. Mütləqdir ki, üzlərini üz yuma geli ilə yumalıdırlar. Bir krem və bir üz yuma geli ilə belə üzü çox gözəl, yəni qırışlanmaya qarşı qorumaq mümkündür. Digər göstərmək istədiyim məhsul onun nəmləndirici kremidir. Belə greyfurt tərkiblidir. Baxaq buna. Bu da tərkibi yağsızdır, yağsız nəmləndiricidir. Üzünüzü yağlandırmayacaq və üzünüzü ləkələnməyə qoymayacaq, ləkələnməyə qarşıdır. Eyni seriyanın, baxaq, burada belə bir peelingi də var. Peelingi sizə göstərmək istəyirəm. Aha. Bu canlandırıcı peeling jeldir, greyfurt tərkiblidir. Bu da ləkələri üzdə açacaq, üzünüzə çox gözəl, xoş bir görüntü verəcək, üzünüzü təmizləyəcək. Qeyd edim, ləkəli, solğun dəriyə sahibsinizsə, bu seriyanı istifadə edə bilərsiniz. Xanımlar, ən son məhsulumuz isə belə bir məhsuldur. Bu linerdir, gördüyünüz kimi. Son zamanlar ən çox qələm linerlər alınır. Çünki daha tez çəkə bilirsiniz bununla oxları və çox gözəl də alınır. Bir ədəd